Son olaraq soruşmaq istəyirəm ki, zəlzələ və partlayışlar haqqında nə deyə bilərsiniz? Baxın, mən ekstrasensəm, mən demək istəyirəm. Dünya üzərində olan partlayışlar, yanğın hadisələri, zəlzələlərlə bağlı dəfələrlə danışmışam. Mən partlayış görürəm, böyük bir partlayış görürəm. Mən ekstrasensəm, insanları qorxuya salmaq istəmirəm. Ancaq başımıza böyük bir partlayış ola bilər, klub partlayışı ola bilər, bina partlayışı ola bilər, restoran partlayışı olacaq. Bax, belə bir şey olacaq. İri ticarət mərkəzinin yanacağına bağlı dəfələrlə danışmışam. Mən 2028-ci ilə qədər yanğın hadisələri Bakıdan bitməyəcəyi ilə bağlı mən ekstrasensəm, mən bu şeyləri deyirəm. Heç kəsi də məcbur eləmirəm ki, mənə bugünkü gündə proqnozlarıma qulaq assın və yaxud qulaq asmasın. Mən demək istəyirəm ki, partlayış görürəm, od görürəm, bina partlayışı, bax belə bir şey görürəm, uşaqların səslərini görürəm, qarmaqarışıq bir şey görürəm, partlayış olacaq. Zəlzələlərlə bağlı danışmışam dəfələrlə. İstanbulda böyük bir zəlzələ baş verəcək. 10 bal dərəcəsində İstanbulda 2027-ci ilə qədər hər dəqiqə, hər an İstanbulda 10 bal dərəcəsində zəlzələ olacaq. Meşə yanğınları, may-iyul ayında böyük bir meşə yanğınları. Bax, sel daşqınlarla bağlı dəfələrlə danışmışam. Zəlzələ Azərbaycanımızda da olacaq. Hazır olun, 2027-ci ildə Azərbaycanımızda, Bakımızda zəlzələ olacaq. Bax, deyirəm, 2026-cı ilə qədər rayonlarımızda 7-8 bal dərəcəsində dağıntılı zəlzələlər olsa belə, o qədər fəsadı olmayacaq. 2027-2028-ci illər Bakımızda böyük bir zəlzələ gəlir. Bax, bunu hər zaman deyirəm, biləsiniz, dünya üzərində olan xəstəliklər, bax, yenə də deyirəm, dünyaya yenidən virus yayılacaq. Bu virus heyvanlardan uşaqlara, uşaqlardan da böyüklərə keçəcək. Bunlar dəfələrlə danışıram, dəfələrlə insanlara deyirəm ki, niyə karantin rejimi Azərbaycanda bugünkü gündə yığışdırılmır? Bax, düzdür. Bütün ölkələrdə karantin rejimi yığışdırılır, halbuki Azərbaycanda yığışdırılmır. Çünki dövlətimiz bugünkü gündə bilir nə edir. Bəzi insanlar fikirləşər ki, müharibələr nəticəsində xeyr. Mən dövlətin işinə qarışa bilmirəm, mən siyasətçi deyiləm. Mən ekstrasensəm. Halbuki dünyaya xəstəlik yayılanda Azərbaycanımıza heç nə olmasın deyənə qapanmalar bitmir ki, bitmir.